Salam, deməli bu mövzumuz olacaq Fransa haqqında. Deməli hələ 10-cu əsrdə Fransada şəhərlər yaranmış, 11-ci əsrdə kənd təsərrüfatında inkişaf baş vermişdir. Fransanın şimal və cənub şəhərlərinin inkişafı fərqli gedirdi. Fransanın cənub şəhərlərinin inkişafına səbəb olan amillər xaç yürüşləri, şərq və ticarət əlaqələri və İtaliya, İspaniyaya yaxın olması. Çünki İtaliya, İspaniya şərq ölkələri ticarət əlaqəsində vasitəçi rolunu oynayırdı. Şimal şəhərlərinin inkişaf səbəbi isə vilayətlər arasında olan iqtisadi əlaqədir. Fransanın şimalında mərkəzləşmə 12-ci əsrdə başlamış, Fransanın cənubunda mərkəzləşməsi 13-cü əsrdə baş vermişdir. Deməli, danışırıq Hastings döyüşü. 1066-cı ildə Normandiya hersoqu Wilhelm hücum etdi, İngiltərəni işğal etdi və İngiltərədə hakimiyyəti ələ almışdır. Və sonradan İngiltərədə mərkəzləşmə prosesinin əsasını qoymuş, əhalini siyahıya almışdır. İndi təbii ki, Fatih Wilhelm dövrü haqqında İngiltərə mövzusunda biz geniş şəkildə danışacağıq. Fransada kral hakimiyyətini gücləndirmək üçün keçirilən islahatlar nəticəsində vahid kral pulları yaradıldı, vahid kral məhkəməsi keçirildi və eyni zamanda kral müfəttişləri, yəni mərkəzlə əyalətlər arasında əlaqə yaratmaq üçün kral müfəttişləri seçilib müəyyən edilmişdir. Deməli, danışıq Fransa kralı 4-cü Gözəl Filip. 4-cü Gözəl Filip 1385-1314-cü illərdə hakimiyyətdə olmuşdur. 4-cü Gözəl Filip vergi tətbiq etdi, vergiləri artırdı. Kilsə gəlirindən nəzarət uğrunda Roma papası ilə mübarizə aparır və mübarizə aparmaq məcburiyyətində qaldığına görə 1302-ci ildə baş ştatları çağırır Fransada və nəticədə ruhani, zadəgan, varlı şəhərlərin dəstəyi köməyi ilə Roma papasına qalib gələ bilmişdir. Ümumiyyətlə 13-14-cü əsrin silki monarxiya dövlətləri, hansı dövlətlər olmuşdur deyiriksə, İngiltərə və Fransa silki monarxiya dövlətləri olmuşdur. 1453-cü ildə İngiltərə-Fransa arasında 100 illik müharibə olmuşdur. 100 illik müharibənin səbəbləri nə idi? Fransanın itirdiyi torpaqları geri alması idi. Yəni, halbuki həmin torpaqlar hansı olub? 13-cü əsrdə Normandiya, Toulouse, Akvitaniya torpaqları geri almasıdır. İngiltərə o torpaqları itirmək istəmirdi. İkinci, Flandriya uğrunda rəqabət idi. Çünki Flandriya ticarət mərkəzi idi. Bəhanə etdilər ki, İngiltərə kralı Fransa taxt tacına iddianı bəhanə edərək hücum etdi və 100 illik müharibə baş verdi. 100 illik müharibə gedişində 1346-cı il Kresi, 1356-cı il Poitiers, 1415-ci il Azincourt döyüşünün üçündə də İngiltərə qalib gəlir. Kresi və Poitiers döyüşlərində oxçulardan istifadə edilmişdir. İngilis qoşunu daha möhkəm, daha mütəşəkkil idi. Fransada isə qoşunun, yəni feodallarla kəndlilər arasında qoşun əlaqələndirilmədiyindən Fransa döyüşlərin əksəriyyətində məğlubiyyətə uğrayır. Lakin 1428-ci il 28-29 Orlean döyüşü baş verdi. Orlean döyüşü həlledici döyüş sayılır. Çünki Janna d'Arc adında qadın Orlean şəhərini mühasirədən azad etdi və müharibənin nəticəsində, 100 illik müharibənin nəticəsində Fransa qalib gəldi və təkcə Calais limanı ingilislərin əlində qalmışdır. 100 illik müharibənin nəticəsində Fransanın qalib gəlmə səbəbi də vahid qoşun formalaşdırması və odlu silahdan istifadə etməsi olmuşdur. 100 illik müharibə gedişində Fransada 1358-ci ildə Jacques üsyanı baş vermiş. Dövlətə qarşı təbii ki, bu üsyan məğlubiyyətlə başa çatmışdır. Sonraki dövrdə Fransa kralı 1461-83-cü illərdə olur 11-ci Ludovik. 11-ci Ludovik ona qarşı mübarizə aparanlara hiylə ilə qalib gələ bilir və illik vergi tətbiq etmişdir. Bunun dövründə 15-ci əsrin sonunda Fransada mərkəzləşmə başa çatmış. 1594-1792-ci illərdə Fransanı Burbonlar sülaləsi idarə etmişdir. 16-cı əsrdə Fransada Kalvinizm rəsmi kilsə elan edilmiş və Kalvinizmin rəsmiləşdirilməsi başa çatmışdır. Fransa mövzusu bundan ibarət idi. Sağ olun.